Yeni həyatlara günəşlərin doğması deyərdim mən. Çünki bu günlərin biz də baxıram ki, mən də özümdən asılı olmayaraq bəzən anamdan aldığım, şuursuz aldığım, yəni şuursuz aldığım, anamın da bilmirəm hələ özünündür yoxsa özünün deyil. Əlbəttə ki, o mövzular çox dərindir. Çox belə sual məsələsidir. Baxıram ki, bir neçə şeyi qızıma demişəm əvvəl. İndi baxıram ki, mən ona başqa nə isə deməsəm də, deyir ki, mama, yox, mən bunu eləmək istəmirəm, orada bu məsələ var. Mən baxıram ki, mən harda səhv eləmişəm ki, o bunu eləmək istəmir. Məsələn, bu günlərim ad günüdür, mən deyirəm ona ki, başqa köynək giyin, məktəbə get. Yox, heç kim giyinmir deyir. Mənim 7 yaşında uşağım heç kim giyinmir deyənə, artıq onun beynində belə bir fikir formalaşır. Mama, mən onu giyinə bilmərəm deyir. Heç kim heç vaxt giyinməyib. Deyirəm, sən giyin. Birinci sən elə deyirəm. Sonra o birisilər də eləyəcək. Yox, nə danışırsan, mən qorxuram, mənə açılır. Mən onunla mübarizə edə bilmədim, yəni. Mən ona başqa köynək giyindirə bilmədim. Fərqlənməkdən qorxur. O da hardasa bir rədd olunmaq, bir necə deyim, niyə belə? Qəbul olunmaz. Yəni bu fikirlər. Artıq bu onda gedibdi. Bəli. Ancaq bu demək deyil ki, həmişə belə davam eləyəcək. Mən orada onu eləməliydim, məcbur giyindirməliydim. Siz nə hiss elədiniz o sözü deyəndə? Əslində o deyəndə mən düşündüm ki, mənə pis təsir edir. Mən istərdim ki, o bu gün başqa köynək giyinsin, getsin. Çünki onun bu gün doğum günüdür. Yəni sən daha gözəlsən. Yəni sən başqa köynək giyindiyin üçün sən özünü günahkar saymamalısan. Mən belə düşündüm. Sizcə o özünü günahkar sayır ona görə? O dedi ki, heç vaxt heç kim giyinməyib. O başqalarına baxdı. Fərqlənmək istəmir, bəli. Fərqlənmək istəmir, ilk dəfə yeni bir şey eləmək istəmir. Çünki niyə? Ona hazır deyil. Əgər bu burada bunu eləmək istəmirsə, deməli həyatının bütün dövrlərində belə olacaq? Xeyr, elə bir fakt yoxdur. Ancaq burada olar. Bəli, ancaq ola bilər ki, burdadır. Ola bilər ki, nə vaxtsa o fərqlənmək istəyəcək. Var elə insanlar, var elə, yəni uşaqların içində belə övladlarımız da var ki, yəni çox qeyri-adi belə rəngli nələrsə fərqlənmək istəmir, ancaq potensialı çoxdur. Bu o demək deyil ki, siz nədəsə o səhv eləmisiniz. Mən hiss elədim danışanda, siz biraz günahkarlıq hiss elədiniz. Yəni illə də bu o demək deyil. Burada çox dərinə getmək olar. Burada inanın ki, sizin valideynlərinizin valideynlərinə qədər biz gedə bilərik. Ancaq o zamanımız ona yəqin ki, icazə verməz. Sadəcə bir məsələ var da, Aydən xanım. Ona görə mən sizdən boş yerə soruşmadım ki, siz nə hiss elədiniz? Yəni bəzən biz özümə də aid eləyərək deyirəm, valideynlər olaraq biz düşünürük ki, mən nə deyirəm, övladım onu eləməlidir. Biz düşünürük onların xeyrinə də əlbəttə ki, valideyn bunu türklər demiş, içgüdüsel olaraq bunu uşağın xeyrinə elədiyini düşünür. Ancaq bizim hər tövsiyəmiz o demək deyil ki, doğrudan uşağın xeyrinədir. Bəzən bir addım geriyə durmaq lazımdır, ona seçim haqqı vermək lazımdır. Əslində siz gözəl bir hərəkət eləmisiniz orada, addım atmışsınız ki, elə başa düşdüm ki, özəl bir şey geyinib getmədim. Siz ona, o da bir seçimdir. Mən dedim, mən sənin yerinə olsaydım giyinərdim. Təklif etmisiniz? İstəmirsən dedim, yaxşı, necə istəyirsən elə də giyin, get. Demək ki, o özünü elə rahat hiss edir. Əslində bu da bir seçimdir. O artıq seçimini edib. Sadəcə öz seçimini edib. Sizin seçiminizlə uyğunlaşmayıb. Çox maraqlı yanaşma elədiniz hazırdakı və dediniz ki, mən əslində nə hiss elədim? Doğru deyirsiniz. Mən özümü günahkar hiss elədim, amma mən yaxşı tərəfi görmədim. Bax, siz dediniz ki, sizə seçim verdiniz. Əlbəttə. Mən ona seçim verdiyim üçün əslində düz hərəkət edirəm. Əlbəttə. Ona görə də tam normaldır. Yəni övladlarımız biz ümumiyyətlə qəbul eləməliyik ki, hər bir valideyn. Onlar bizə əmanətdir yaradandan. Onlar bizim əsla davamımız deyil. Bunu niyə əsla deyirəm? Çünki narsistik xüsusiyyətlərə istəmirəm çox belə axaq gedək. Çünki bu bir növ narsizm olar. Biz onları öz davamımız kimi görsək. Misal üçün, ana gəncliyində çox istəyib həkim olmaq. Ancaq övladı onda o potensial var, savadlıdır, yəni çox gözəl, hər şey əla. Ancaq övlad öz gələcəyini həkim kimi görmür. Ana tövsiyəsini verir. Deyir, övladım, çox mən səni gözəl həkim kimi, məsələn, cərrah kimi görürəm. Üstün xüsusiyyətlərini sayır həmin məsləyin. Ancaq övladı deyir ki, anacan, çox sağ ol tövsiyələrinə görə, zəhmətinə görə, mən dəyərləndirirəm. Baxın, bütün hörmət çərçivəsində. Ancaq mənim seçimim budur. Bu üslubda danışmağı belə icazə verən əslində biz valideynlərik. Ona görə biz şərait yaratmalıyıq ki, övladlarımız özünü birinci bizim yanımızda düzgün ifadə etməkdən çəkinməsinlər. Bəli, özləri ilə və bizlə.
səmimi olanda, qorxusuz olanda və biz onlara seçim haqqı verəndə, inanın ki, onlar özləri sevərək bizim o deyir qanadımızın altına gəlib girəcəklər. Niyə? Çünki güvənli sahə alanı yaratdıq orada onlara.